olmasa yığladım dilimdə bir neçə duanı qopardığım yaraların qabıqları otağımda bir növ aksesuardı və zed qeyri-adi kifat. İştahımız pusquda bir həftədik, yoxsəliqə tozlu kitablarla dolu rəflərim. Suskun, hissiz, dilsiz, ehtiyacım olan sadəcə kiçik bitilsim. Qarnımı doyduran yalanları bu qulağa keçmir indi. Qaranlıqda sülüyət axtarmaq, yasamanlıqda iynə seç birini. Məni anlamaq qədər gəlizdi, olduqca mürəkkəb sətirlər və danışığım səlisdi. Ova çıxanlar amansızıb meşədə ovlandılar. Gərgin rejim və cilovlanmıram, tətiklədikcə mexanizmamı içimdəki ocaq alovlandırar. Toxunma yandırar, sevir kadrı bu kabusların üzlərin namısı tanışdı. Sonsuz müstəvidən yıxıldım, alışdım sənəsi qırıq robotlar, çarəsiz heç biri danışmır. Qorxunc yuxularımı sübsağında dözmədim, danışdım, oturdum indi ehtimal var idi olmağına çiyin. İçimdəki varlığın digər adı cindir. Sistem xəta verir, işıq naqilləri ilə toqquşub yerə çırpılan kristal göyərçin. Susmaq bilməyən simfoniya, bir də psikopatların səslərin pauza verib saxlasın ya kəssin birləri. Rütubətin nə olduğunu bilir əzbərciyəllərim, gəzdim dibləri, yıxdım fərsiz tipləri. Sonra bloknotdan yeni bir səhifə açdım, ora qustum içimdə qasırğalar qoparan cümlələr, beyin qapağı və sıxmayacaq qədər dərin desəm inan yanında zəif qalar cümləmin özümdən bu qədər əmin. Keç əvəzlər təsirindən ayılan beyin yenidən özünə eyni proseslərə hazırlar. Kör bağırsağın ağrısı sağ qasıq dalsı sağlar, tıp sözün meyarı qəhrəmanlar libaslarını asıl qandan asıblar. Bəhri vəzin həcəzləmə, rəcəz sinəmdən əzlə cəsb, sünkar nəzmdə incə sözlər cəld atıram pəncərəsini arifin. Hərçənd samit olmadan hürufi safi, qaranlıq misafir oldu, qürub etdi göy cisimləri, süd galaktikası daxil. Etnografik paradigmanı sabir satirasıyla yağmaladım, antiteza yumoristik çalarlar, improvizə cavablar. Sindromlu çağda sinkronlaşdırılmış calaqdı, simptomları çağa vaxtından böyütdü tilsim. Bu davam edən xronik xəstəlik kimi daxildədir, ölmür cavandı misli görülməz tünd bataqlıq qroidi, dizni batıran milisterik şovinlər hissiz. Mistik metafora ilə boğulan həqiqətləri car çəkən publisist, bəqada doğulan turist daim rəqabət halında məqamından qovulan iblis gün bu kələfdə dəhliz sonunda qapdayam.